Azərbaycanda dini baş örtükləri ləğv edilir. İnançlı şəxslərə bu milli örtüklər təklif edilir. Xəbərə keçməzdən əvvəl isə buradakı üstəgələ toxunun ki, kanala abunə olasınız. Bəli, izləyicilər, bu barədə Musavat.com saytında məlumat yayımlanıb. Məlumatda qeyd olunub ki, Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin hazırlanması nəzərə alınıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir. Bu yanaşma xüsusilə orta məktəblər, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək. Yeni qaydalara əsasən dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kələğayının təşviq olunması nəzərdə tutulur. Bu qərarın arxasında dayanan əsas məqsəd milli birlik və vahid ictimai mühitin formalaşdırılmasıdır. Qeyd olunur ki, müxtəlif məzhəbi və sektoral simvolları cəmiyyət daxilində fərqlənməni artırdığı halda kələğayı milli birlik və ortaq mədəni dəyər kimi qəbul edilir. Yəni əzizləyicilər, yeni yanaşmaya əsasən inanclı qadınların baş örtüyə ehtiyacı nəzərə alınmaqla dini baş örtükləri əvəzinə milli örtük olan kələğaydan istifadə təşviq olunacaq. Bununla bağlı maarifləndirmə, tədris və tətbiq mexanizmlərinin də hazırlanacağı bildirilir.